Şimdiki konuşmamızda Saadettinli Nermin Mehmet Resul kızı yine Azerbaycan'dan Azerbaycan folklorunda Bozkurt mitolojisinin izleri başlıklı sunumunu yapacak. Buyurun Nermin Hanım. Bugün mən sizə Azərbaycanda Bozkurt mifologiyasının izləri mövzusunda araşdırmamı təqdim edəcəyəm. Araşdırmam əslində genişdir. Yəni maraqlananlar kitabdan da əlavə məlumat ala bilərlər. Bozkurt türk mədəniyyətinin ən qədim simvollarından biri olaraq Azərbaycan folklorunda, inanclarında və yaddaşında mühüm izlər buraxmışdır. Ümid edirəm ki, təqdimatım bu qədim mifologiyanın Azərbaycandakı deməli təzahürlərinə işıq tutaraq milli mənəvi bağlarımızın daha da dərindən anlaşılmasına kömək edəcək. Deməli, Bozkurtla bağlı geniş inanclar bizim ölkəmizdə yayılmışdır. Bizim folklorşünas alim Mirəli Seyidov xalq arasında qurd haqqında geniş yayılmış inanclara xüsusi diqqət yetirmişdir. Alimin fikrincə, ilanların yəni ona dəyməməsi üçün hamilə bir qadının yastığının altına bir parça qurd dərisi qoyulardı. Uşaq sahibi ola bilməyən qadınlar da özlərini və uşaqlarını canavar dərisinə yəni sarardılar ki, bununla da xalq arasında bu adət idi. Azərbaycanın bəzi bölgələrində canavarı, yəni qurdu söymək qəbahət sayılırdı, günah sayılırdı. Qurd yəni peyda olanda dua edənlərə də rast gəlirik. Hətta yəni bununla bağlı dilimizdə belə bir deyim də var. Qurd görəndə dua et. Bu davranışın yəni təməlində qədim zamanlardan günümüzə qədər gələn Kitab-ı Dədə Qorqudda da rast gəldiyimiz qurd üzü mübarəkdir ifadəsi inancı dayanır. Mirəli Seyidovun yəni fikrincə bu inanclar qurdun mifoloji aləmlə bağlılığını göstərir. Türk xalqlarında Bozkurt inancı, qurd inancı da itirilmiş əşyaların hətta tapılmasına da kömək edərdi. Nə isə itirmiş adam ətrafında cəmaətin əhatəsində olsa ucadan deyərmiş ki, kim götürdüsə geri qoy, yoxsa qurd ayağı sənə, yəni qurd ayağı gətirərəm. Buradan aydın olur ki, qurd yəni insanların ictimai davranışını da tənzimləyirdi. Həmçinin itirilmiş əşyanın oğurlanması və ya qaytarılmaması, yəni bizim inanclarda pis davranış sayılır və ictimai asayişi pozurdu. Ancaq Bozkurt inancı ilə birləşən istənilən qrupda bu inanc münasibətlərin yaxşılaşmasına xidmət edirdi. İnsanlar hətta evlərinin başına qurd kəlləsi və yaxud da sümüyü yerləşdirərdilər. Yəni bu evlər isə toxunulmaz sayılardı. Bəzi evlərdə hətta canavar kəlləsi yerinə bizlərdə it kəlləsi də yəni asılar. Çünki iti əhilləşdirəndə onu artıq canavar hesab edirdilər və onlar eyni cinsdən artıq sayılırdılar. Və əlavə olaraq bu davranış canavarın ruhunun yəni bütün bədənində olduğunu inancını əks etdirir. Bir sözlə canavar kəlləsi, yəni bizdə canavar da daha çox deyilir Bozkurda. Canavar kəlləsi inanca görə canavarın yəni özünü təmsil edirdi. Eyni inancı biz Avropa xalqlarının da folklorunda buna yəni rast gələ bilərik. Romalı alim və yazıcı Plini yazırdı ki, qurd kəlləsi cadugərliyi dəf edir. Bu səbəbdən də bağ evlərinin qapısından qurd kəlləsi asılar və bu təcrübədə Almaniya, Fransada da hətta geniş şəkildə yayılmışdır. Başqa bir dini mətninə görə ev tikmək istəyəndə onu tarlaya gətirib körpə beşiyi qoyur və ətrafına buğda səpər və yaxud da ağ pul yəni səpərdilər. Ertəsi günü gəlib yəni həmin binanı açardılar. Möhkəm bünövrəni təmin etmək üçün binanın birinci daşının altına nal və yaxud da canavar dırnağı yəni qoyardılar. Nal və canavar dırnağı onların bədən hissələrinə yəni hesab olunurdu və burada fikir metonimiyaya əsaslanır. Başqa sözlə, yəni hissə bütövünü təmsil edirdi. Başqa bir inancımıza görə cibində canavar dişi ilə gecə harasa gedən adam heç vaxt heç nədən qorxmazmış. Qurd həm də bizdə bolluq və firavanlıq rəmzidir və inanılırdı ki, bir insan canavar sümüklərini evində torbada saxlasa, o ev bolluq və bərəkətlə dolu olardı və hətta Azərbaycanın bir çox kəndlərində də bu gün bunlar müşahidə olunur. Bu mətin canavarlarla bağlı iki inancı həmçinin əks etdirir. Birincisində qurd dişi insanı qoruyur, yəni
yəni onun qorxusunu aradan qaldırır. İkincisində isə deməli qoruyucu canavar firavanlıq bəxş edir. Yəni yuxuda canavar görmək sağlamlıq və hətta rifaha da yozulurdu. Bu inancın əsasını isə Bozqurdun Oğuz Xaqan yatarkən onun çadırına yəni gəlməsi ilə də səsləşdirə bilərik. Doğrudan da yuxusunda Bozqurd Oğuza rast gəlir və Bozqurd Oğuz ordusunun qoruduğu sağlamlığına, qələbələrinə xeyir dua verdiyi kimi yuxuda canavar görmək də sağlamlıq əlaməti hesab olunurdu. İnsanlar arasında pis dad yaratmaq üçün canavar yağından, yəni qurd yağından da istifadə edərdilər. İnsanların qapısına canavar yağı, yəni piyi bir də işlənir bizdə, sürtülərsə, yəni bu ailə üzvləri arasında xoşagəlməz dad yaradardı. Hətta İslamdan sonra da qurdlarla bağlı əfsanələr yaranmağa da davam etmişdir. Türklər şərqdən qərbə doğru irəliləməyə başlayanda qarşılarında itə bənzər bir yəni heyvan gördülər. Bu heyvan yeriyəndə onlar da onlarla gəzirdi və dayandıqda dayanıb düşərgələrini qurdular. Canavar bir çox mətnlərdə uşaqların dəfəci və qoruyucusu kimi də istifadə olunur bizim folklorumuzda. Qurd dərisi geyənin sümüyü ağrımaz, belə bir atalar sözü vardır. Və yaxud da qurd dişini topuqlarına bağlayıb, yəni tez qaçar. Qurd dərisindən kəmər taxan qüvvətlənər. Qurd dişi əkənlərə pis ruhlar zərər verməz və dilimizdə cana yəni yağ sürməz kimi ifadələr həm də dilimizdə bu gün yəni işlənməsə də tarixən işlənmişdir. Uşağı olmayan qadın ilan dərisi və ya canavar kəlləsi olan suda yəni yuyunarsa, bu qadının uşağı olarmış. Dilimizdə canavar uğladı, yəni qurdu uğladı ifadəsi də vardır. Bu ifadə Qaraqoyunlu bölgəsində çox yayılmışdır, daha çox. Kiminsə taleyi yaxşılaşanda, yəni uğur qazananda, belə deyək, bəxt onun üzünə güləndə bu insan üçün yəni qurdu uğlayır ifadəsi işlənir. Bu gün də Azərbaycanda qurdun parçaladığı heyvan, yəni murdar sayılmaz. Ola bilsin ki, Hakim Aşina qəbiləsinin belə bir statusda canavarlarla eyniləşdirilməsi dolayısıyla onların özlərini, yəni Allahın övladları hesab etmələrindən qaynaqlanır. Məlum olduğu kimi Türklərin özlərini səma ilə əlaqələndirmək cəhdləri tarixən də yəni güclü olmuşdur. Onlar əcdadlarının silahlarını, atlarını və xilaskarlarının göydən endiyini qəti şəkildə inanırdılar. Bizim folklorşünas alimimiz, həmçinin mənim müəllimim olub Füzuli Bayat yazır ki, onların dünya dövləti qurmaq cəhdləri də bu şuurun məhsulu idi. Bu mənada özlərini Göytürklər adlandıranlar da Allah oğulları statuslarını rəsmiləşdirirdilər. Həmçinin Koroğlu dastanında da biz Koroğlu dastanının yeni bir qolu Ağca Quzu qolunda da biz qurd obrazına rast gələ bilirik. Koroğlu dastanı da bir çox türk və qonşu xalqlar arasında geniş yayılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının dəyərli professoru Əfsələddin Əsgərin epos tariximizin Oğuzdan sonraki dövrü və Abbasovun göstərdiyi kimi Qədim Oğuz Xaqan və Kitabi Dədə Qorqud, yəni epik ənənələrinin izlərini daşıyır. Bu dastan Azərbaycanda 17-18-ci əsrlər tarixi ilə sıx bağlıdır və qeyd edək ki, türk epik variantları içərisində Azərbaycan dastanı özünə məxsus yəni yer tutur. Koroğlu dastanının yəni 18 qolunun olduğu ümumən yəni türk dünyasına öncədən məlum idi. Bununla bağlı son tərtiblərdə yeni yəni növlər, yeni qollar aşkar edilmiş və bu qolların ümumi sayı 25-ə çatmışdır. Əslində çıxışım uzundur. Sadəcə siz dediniz ki, yəni qısa şəkildə tutun. Bəli, bu qədər müəllim. Çox sağ olun. Təşəkkürlər.